32 ilin bitməyən həsrəti bugün göz yaşları ilə sona çatdı. Şəhid doğma torpağında dəfn edildi. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi. Biz gəldi gedərik, təki vətən yaşasın. Bu amalla yaşayan insanlardan biri Rəşadət Piriyev idi. Hörmətli prezidentimizə öz təşəkkürümüzü bildiririk. Çünki bu sevinci bizə yaşatdı. 32 illik həsrətimizə son qoydu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, məkanları cənnət olsun, qazilərimizə də Allahdan sağlamlıq arzulayıram. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, cəsarətli, ləyaqətli insanlar yüksələ bilirlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər. Əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Allah'ın bu gününə şükür ki, bu günləri bizim şəhidimiz bizə təhvil verilir və biz onu öz doğma kəndində, öz elinin obasının içərisində dəfn edirik və bizim də gözümüz yollardan yığılır ki, yəni bizim şəhidimiz dəfn olunur. Rəşadət Piriyev Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib. 11 fevral 1994-cü ildə Kəlbəcərin Yanşaq kəndi uğrunda gedən döyüşlərdə müqəddəs zirvəyə ucalıb. Qarabağ qələbəsinin ən böyük zirvə nöqtələrindən təkcə torpaqların qaytarılması deyil, təkcə bizim öz doğma yurdumuza qaytarılması deyil. Hətta ən böyük qələbələrdən biri, ən böyük bizim Ali Baş Komandanımızın, bizim şəhid qardaşlarımızın, şəhid bacılarımızın, bizim şanlı ordumuzun ən böyük nailiyyətlərinin biri hətta odur ki, 1-ci Qarabağ müharibəsində dünyası dəyişmiş, həlak olmuş vətən uğrunda öz canından keçmiş övladlarımızın cənazələri bu dəqiqə yenə də qaytarılıb öz evlərinə, torpaqlarına, yurtlarına. Bugün şəhidlə vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşinin qalıqları Yeni Daşkənd qəbirstanlığında torpağa tapşırılıb. Mərasimdə şəhidin doğmaları, hərbiçilər, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Dəfn mərasimində hərbi orkestr dövlət himnini səsləndirib. Yaylım atəş açılıb. Rəşadət həqiqətən də elə adına layiq da bir döyüşçü olub. Fasiləsiz hərbi əməliyyatlarda olub, onun hərbi əməliyyatlarda iştirakını 5 dəqiqə ilə, 10 dəqiqə ilə qələmə almaq qeyri-mümkündür. Çünki həddindən artıq nizam-intizamlı, mənəvi psixoloji durumu yüksək olan, yəni vətənpərvər, eyni zamanda hərbi əməliyyatlarda pişmiş, cəsur bir döyüşçü olub. Şəhidlərin ruhu artıq azad vətən səmasında dolaşır. 1-ci Qarabağ müharibəsi və 44 günlük vətən müharibəsində canından keçən qəhrəman oğullarımızın qanı yerdə qalmadı. Onların misilsiz şücaəti və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi.